Futbol dünyasında sürət çoxdur, amma tək bir sehirbaz var. Vinicius Junior. O sadəcə rəqibləri keçmir, o meydanda rəqs edir. Real Madridin bu zalım ulduzunun yüksəliş sirri nədir? Futbol xəfiyyəsi bu gün Vini dosyasını açır. Onun sirri sarsılmaz psixologiyasındadır. Nə qədər təzyiq olsa da, Vini topu ayağına alanda hər şeyi unudur. Onun o məşhur elastiko hərəkətləri və qəfil sürətlənməsi müdafiəçilər üçün bir qorxulu röyadır. O artıq dünyanın ən yaxşısı olmağa namizəddir və o məşhur rəqslər. Bəziləri bunu hörmətsizlik saysa da, Vini üçün bu sadəcə futbolun sevincidir. Onun hər bir hərəkəti, hər bir baxışı Braziliya ruhunu Madridə daşıyır. Yaraşıqlı qolları qədər, yaraşıqlı sevincləri ilə də o bir nömrədir. İndi o tək deyil. Mbappe və Bellinghamlə birlikdə Madridin yeni Galaktikos'unun simasıdır. Vinicius'un liderliyi və hər oyunda can qoyması onu azarkeşlərin sevimlisinə çevirib. O artıq bir əfsanə yolundadır. Bəs sizcə Vinicius bu il qızıl topu qazana biləcəkmi? Yoxsa Mbappe onu kölgədə qoyacaq? Fikrinizi rəydə yazın. Futbolun ən zalım xəbərləri üçün futbol xəfiyyəsini izləməyi unutmayın.